Qışlıq içi doldurulmuş biber turşusu hazırladım. Əvvəlcə biberləri təmiz-təmiz yudum. Əlimdə gördüyünüz alətlə saplağını çıxarıb tumunu təmizlədim. Biberlərin içərisini duzladım ki, yumuşalsın. Göyərtini təmiz-təmiz yudum. Üzərinə seçmənin alma sirkəsini əlavə elədim. Biraz sirkəli suda saxladım. Seçmənin alma sirkəsini nəinki bu kimi işlərdə, hətta salatların, sousların hazırlanmasında da istifadə edə bilərsiniz. İçlik üçün lazım olan tərəvəzləri xırda-xırda doğradım. Üzərinə 2 xörək qaşığı duz töküb yaxşı-yaxşı qarışdırdım. Biberin içərisinə yığılan duzlu suyu boşaldıb, içərisini hazırladığım içliklə sıx-sıx doldurdum. Gəlib çatdıq son mərhələyə, turşu üçün marinadın hazırlanmasına. 3 litrlik balon üçün 1 litr su, 2 xörək qaşığı yodsuz turşu duzu, 1 stəkan yarım seçmənin üzüm sirkəsini suya əlavə edirəm, yaxşı-yaxşı qarışdırıram. İçərisi doldurulmuş biberləri balona yığıb, üzərinə hazırladığım marinadı töküb, qapağını bağlayıb sərin yerdə qışa saxlayıram.